Salam dostlar. Bu videoda sizə dövlət orqanlarının kateqoriyalarının yenilənmiş versiyasını izah edəcəm. Video dövlət qulluğuna qəbulun həm test, həm müsahibə mərhələsinə hazırlaşan namizədlər üçün nəzərdə tutulub. Bu tip videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub bildirişləri açmağı unutmayın. Bəzən müsahibələrdə dövlət orqanlarının hansısa kateqoriyasının səlahiyyətlərinin mənbəyində soruşurlar. Ona görə ilk olaraq bu məsələyə aydınlıq gətirək. Burada iki maraqlı məqama toxunmaq istəyirəm. Birincisi odur ki, birinci və ikinci kateqoriyada Azərbaycan Respublikası Konstitusiya qanunlarının adı çəkilir. Bunun səbəbi odur ki, həmin kateqoriyalarda olan dövlət orqanlarından Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilin səlahiyyətləri müvafiq Konstitusiya qanunu ilə Naxçıvanda Ali Məclisin, Nazirlər Kabineti və Ali Məhkəmənin səlahiyyətləri də Konstitusiya qanunu ilə təsdiq edilən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən olunur. İkinci məsələ odur ki, burada Azərbaycan Respublikasının nazirlikləri birinci kateqoriya dövlət orqanları siyahısına daxil edilib. Ona görə Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi, yəni Prezidentin aktları birinci kateqoriya dövlət orqanlarının əsas səlahiyyətlərini müəyyənləşdirən qanunvericilik aktları siyahısına əlavə edilib. İndi isə dövlət orqanlarının kateqoriyaları üzrə bölgələrinə baxaq. Bunu isə dövlət orqanlarının hakimiyyət qolları üzrə qruplaşdırmaqla izah edəcəm. Birinci qrupa Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyəti orqanlarını daxil eləmişəm. Cədvəldən də göründüyü kimi qanunvericilik hakimiyyəti orqanları yalnız ali və birinci kateqoriyada yer alırlar. İcra hakimiyyəti sisteminə daxil olan dövlət orqanları bu il edilən dəyişikliklərdən sonra artıq bütün kateqoriyalarda yer alırlar. Onları da öz daxilində müxtəlif qruplar üzrə bölüşdürmüşəm. Ali kateqoriya icra hakimiyyəti orqanlarına cəmi 6 dövlət orqanı daxildir. Bunlar Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 5 dövlət orqanı və Azərbaycan Respublikası Prezidentinin icra səlahiyyətlərini həyata keçirən Nazirlər Kabinetidir. Bunların arasında ən son Azərbaycan Respublikası Prezidentinin 23 may 2025-ci il tarixdə 606 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin protokol xidməti yaradılıb. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onların struktur qurumları 1-ci, 5-ci kateqoriyalarda yer tuturlar. Əvvəlcə onu xatırladım ki, bu il 27 fevralda qəbul edilən və cənab Prezident tərəfindən 19 martda imzalanan dəyişikliklərə əsasən mərkəzi icra hakimiyyəti orqanları nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları olmaqla iki qrupa bölündülər və nazirliklər birinci kateqoriyaya yüksəldilər, digər mərkəzi icra hakimiyyəti orqanları isə, yəni dövlət komitələri və idarələri, mərkəzi icra hakimiyyəti orqanı statusunda olan dövlət agentlikləri, xidmətləri, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan dövlət orqanları isə ikinci kateqoriyada qaldılar. İzlədiyiniz cədvəldə hansı orqan və ya struktur qurumun hansı kateqoriyada yer aldığı göstərilib. Burada bir çox namizədləri çaşdıran əsas məsələ dövlət agentlikləri və dövlət xidmətlərinin hansı kateqoriyada yer alması və aralarındakı fərqi necə tapmaqdır. Burada sizin üçün həm ikinci, həm də üçüncü kateqoriyada yerləşən dövlət agentlikləri və dövlət xidmətləri arasındakı həmin fərqi izah edəcəm. Fərqi müəyyənləşdirmək üçün əvvəlcə dövlət orqanının adının sonuna baxırıq. Əgər sonunda dövlət agentliyi və ya dövlət xidməti ifadəsi varsa, deməli bu orqan ya ikinci, ya üçüncü kateqoriyada yer alır. Amma burada diqqətli olmaq lazımdır. Çünki, məsələn, burada 6-cı nümunədə gördüyünüz kimi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də prinsipcə dövlət agentliyidir, amma təşkilati hüququ formasına görə publik hüquqi şəxsdir. Yəni, bunları qarışdırmırıq. Adın sonu dövlət agentliyi və ya dövlət xidməti ifadəsi ilə bitməlidir. Buna əmin olandan sonra adın əvvəlinə baxırıq. Əgər dövlət orqanının adının əvvəlində Azərbaycan Respublikası Prezidenti yanında ifadəsi varsa, məsələn, Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi və yaxud da nümunə 2-də olduğu kimi sadəcə Azərbaycan Respublikası ifadəsi varsa, məsələn, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi. Bu dövlət orqanları ikinci kateqoriyada yer alırlar. Amma 3, 4, 5-ci nümunədə olan dövlət orqanları, hansı ki bunlar hansısa mərkəzi icra hakimiyyəti orqanının yanında olan dövlət agentlikləri və dövlət xidmətləridir. Bu qrupa daxil olanlar da bəziləri ikinci kateqoriyaya yüksəliblər, qalanları isə yenə üçüncü kateqoriyada qalıblar. Mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin kateqoriyasını müəyyənləşdirməyi 3 nümunə üzərindən sizə izah edəcəm. Birinci baxırıq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinin kateqoriyasına. Bu dövlət orqanı ikinci kateqoriyaya yüksəlib. Nəyə görə? Çünki onun rəhbərini
yəni xidmət rəisini və xidmət rəisinin müavinini Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Buna görə o qalxıb ikinci kateqoriyaya. Amma bir də baxırıq, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında, bu da fikir versək, nazirlik yanındadır, Dövlət Əmək Müfəttişliyi xidməti. Amma Dövlət Əmək Müfəttişliyi xidməti 3-cü kateqoriyada qalıb. Nəyə görə? Çünki xidmətin rəisini və onun müavinini Azərbaycan Respublikasının prezidenti yox, tabe olduğu orqanın rəhbəri, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edilir. Ona görə bu nazirliyin yanında olan Dövlət Əmək Müfəttişliyi xidməti 3-cü kateqoriyada qalıb. Eyni ilə digər bir nümunəyə də baxsaq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti, bu da 3-cü kateqoriyada qalıb. Çünki bunun da rəhbərini və müavinini, yəni xidmət rəisini və onun müavinini Su Ehtiyatları Agentliyinin sədri vəzifəyə təyin və vəzifədən azad edilir, yəni tabe olduğu orqanın rəhbəri. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan digər qurumların kateqoriyalarında heç bir dəyişiklik yoxdur. Yəni onların yanında tabeliyində olan orqanlar elə 4-cü kateqoriyada qalıb. Mərkəzi icraların yerli bölmələri də 4-cü kateqoriyada qalıb. Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentləri və dövlət xidmətlərinin yerli bölmələri, bir də mərkəzi icra hakimiyyəti orqanlarının yanında tabeliyində olan orqanların yerli bölmələri, bunlar da elə əvvəlki kimi 5-ci kateqoriyada qalıblar. İndi isə keçirik Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti sisteminə. Burada iki yeniliyimiz var. Birinci yenilik ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 1-ci kateqoriyaya yüksəlib. Digər bir yenilik ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yeni 1-ci kateqoriya dövlət orqanı olaraq yaradılıb. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti sistemində digər orqanların kateqoriyalarında heç bir dəyişiklik yoxdur. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, burada heç bir dəyişiklik edilməyib. Bakı şəhər icra hakimiyyəti 2-ci, digər yerli icra hakimiyyəti orqanları, Bakı şəhər icra hakimiyyətinin yanında olan orqanlar, Bakı şəhər icra hakimiyyətinin tərkibindəki rayon icra hakimiyyəti orqanları, məsələn deyək ki, Nizami, Suraxanı, Nəsimi icra hakimiyyəti orqanları. Bunlar hamısı 4-cü kateqoriyada qalıblar. Yerli icra hakimiyyəti orqanı sisteminə daxil olan struktur qurumlar isə, yəni məsələn yerli icra başçılarının yanında avtomobil nəqliyyatı və sərnişin daşıma idarələri, yerli icra başçılarının inzibati ərazi idarələri və sahə inzibati ərazi idarələri üzrə nümayəndəlikləri, bunlar da əvvəlki kimi 5-ci kateqoriyada qalıblar. Dövlət hakimiyyətinin 3-cü qolu olan məhkəmə hakimiyyəti orqanlarını da məhkəmə və prokurorluq orqanları olmaqla iki qrupa bölmüşəm. İzlədiyiniz cədvəldə məhkəmə hakimiyyətinin özünü idarə etmə orqanı olan Məhkəmə Hüquq Şurası da daxil olmaqla məhkəmə orqanlarının kateqoriyaları üzrə bölgüsünü vermişəm. Burada heç bir yenilik yoxdur. Azərbaycan və Naxçıvan ali məhkəmələri arasında sadəcə iki kateqoriya fərq var. Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi 2015-ci ildə 1-ci kateqoriyadan ali kateqoriyaya yüksəlib. Məhkəmə hakimiyyətinə daxil olan digər orqan isə Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş dövlət orqanı olan Azərbaycan Respublikasının prokurorluğudur. Prokurorluq orqanlarının kateqoriyaları üzrə bölgüsü də izlədiyimiz cədvəldə verilib. Burada da yenə heç bir yenilik yoxdur. Sadəcə diqqət çəkən məqam odur ki, ixtisaslaşdırılmış məhkəmələr, o cümlədən hərbi məhkəmələr 3-cü kateqoriya dövlət orqanları hesab olunurlar. Amma hərbi prokurorluqlar isə rayon şəhər prokurorluqları kimi 4-cü kateqoriyada yerləşiblər. Son olaraq isə heç bir hakimiyyət qoluna daxil olmayan dövlət orqanlarına baxaq. Bu orqanlar yalnız 1-ci, 3-cü kateqoriyalarda yer alırlar. İzlədiyimiz cədvəldən gördüyümüz kimi Azərbaycan Respublikasının Ombudsmanı 1-ci, Ombudsmanın regional mərkəzləri 3-cü kateqoriyadır. Naxçıvan Ombudsmanı ləğv edilib. Bu da bu qrup orqanlar arasında bir yenilikdir. Diqqət etməli olduğumuz digər vacib məqamlar isə bunlardır ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibliyi var. Naxçıvan Mərkəzi Seçki Komissiyasında isə aparat var. Azərbaycan Respublikasının Audiovizual Şurası da 14 iyulda qəbul edilmiş və cənab prezident tərəfindən bugün, yəni 7 avqustda imzalanmış qanuna əsasən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi publik hüquqi şəxslə birləşdirilib və Azərbaycan Respublikasının Media və Yayım Şurasına çevrilib
və bu da ən son yaradılmış dövlət orqanıdır. Hələlik ən son yaradılmış dövlət orqanıdır. İkinci kateqoriya dövlət orqanıdır. Həmin orqandakı deməli vəzifənin təsnifatlarında falan heç bir dəyişiklik yoxdur. Audiovizual şurada vəzifənin təsnifatı necə idisə, onun aparatında, Media Yayım Şurasının da aparatında vəzifənin təsnifatları eyni qaydada qalıb. Onun Naxçıvan Muxtar Respublikasındakı analoqu isə Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasıdır. Bununla da dövlət orqanlarının kateqoriyaları üzrə videomuz bitdi. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.